Salam hörmətli həmkarlar. Bu gözəl, zəfər dolu cümə gününüz mübarək olsun və bütün ölkəmiz zəfərimizin 5-ci il dönümünə hazırlaşdığı vaxtda bütün günü mənə harca bir 7-8 eyni məzmunlu bir sual gəlib ayrı-ayrı regionlardan və mən fikirləşdim ki, bununla bağlı qısa bir video çəkim, videonu paylaşın. Paylaşın, yoldaşlara da göndərin. Eyni zamanda 16 noyabr saat 10:00-da sinif rəhbərlərinin işini təşkil və sənədləşdirilməsi ilə bağlı webinara da hazırlığımız davam edir, qeydiyyat davam edir. Eyni zamanda məktəb direktorlarının yeni proqram əsasında, müsahibə əsaslı suallar əsasında yeni hazırlıq qrupumuza da qeydiyyat davam edir. Əlaqə saxlamaq istəyənlər əlaqə nömrəmi hamı bilir və yazın, əlaqə saxlayın. Sual nədən ibarətdir? Demək, orta ixtisaslı təhsil, orta ixtisaslı müəllimlərdən, bunlar əsasən xarici dil müəllimi, fiziki tərbiyə müəllimləridir. Yəni kolleci bitirənlər güya 10-11-ci siniflərdə dərs deyə bilməzmiş. Biz başa düşürük, bizdə təhsil sistemində dövlətin qanunları getmir, amma nə qədər getməsə də ən azı mən qanunları sizə izah eləməyə borcundayam. Demək, 2009-cu ildən yeni hal-hazırda qüvvədə olan, yəni 19 iyun 2009-cu ildə ölkə prezidentinin 833 saylı sərəncamı ilə təsdiq olunmuş təhsil haqqında qanun qüvvəyə mindikdən sonra artıq ali təhsildə, belə deyək, yəni təhsil səviyyələrində subbakalavr və bakalavr, magistr, doktorantura anlayışı çıxır və orta ixtisaslı mütəxəssislərə subbakalavr deyilir, bilirsiniz. Ali təhsilin birinci səviyyəsini bitirənlərə bakalavr, amma magistratura bitirmək üçün, yəni işləmək üçün magistratura əsas deyil. Yəni ali təhsil müəssisələrində işləmək, Elmlər Akademiyasında, Milli Elmi Tədqiqat İnstitutlarında işləmək üçün magistratura təhsili tələb olunur. Məsələnin mahiyyəti nədən ibarətdir? Azərbaycan Respublikasında Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 156 saylı sərəncamı var. Sərəncam belə adlanır: ümumi təhsil məktəblərində pedaqoji fəaliyyətlə məşğul olma qaydaları. Bu qaydaları pozan insanlar bir lupa götürsünlər, bir də oxusunlar həmin 156 saylı qərarı. Həmin qərarın birinci hissəsində deyir ki, Azərbaycan Respublikasında əgər bugün təhsil sistemində işləyənlər özlərini hansısa qeyri bir ölkədə hiss edirlərsə, bundan işim yox, amma Azərbaycan Respublikasında Nazirlər Kabinetinin 156 saylı qərarı deyir. Deyir ki, ümumi təhsil məktəblərində pedaqoji fəaliyyətlə məşğul olmaq üçün ali və ya orta ixtisaslı pedaqoji təhsilli şəxslər, yəni kolleci bitirən, ali təhsil, yəni bakalavriyyatı bitirən şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Bir də həmin 156 saylı qərara bir əlavə var. 59 ixtisasdır, əvvəl 29-dur, sonra 30 da artırdılar. 59 ixtisas var ki, bunlar ali təhsili olmasalar da, üzr istəyirəm, pedaqoji təhsili olmasalar da, ali təhsilli olub, pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Yəni, deyək ki, xor müəllimidir, musiqi müəllimi ola bilər, qrafik dizayndır, təsvir incəsənət müəllimi ola bilər və yaxud da ki, kompüter mühəndisidir, informatika müəllimi ola bilər. Yəni, onun da öz qaydaları var. Müəllimlər işə qəbul qaydalarından, yəni uğur qazandıqdan sonra əlavə təhsilə cəlb olunmalıdır. Amma reallıq bundan ibarətdir ki, orta ixtisaslı şəxslər ümumi təhsil məktəbində pedaqoji fəaliyyətlə məşğul ola bilər. Heç bir yerdə yazılmayıb ki, orta ixtisaslı şəxs tam orta təhsildə məşğul ola bilməz, yəni dərs deyə bilməz. Yanlış addımdır. Demək olar ki, bütün regionlarda kimin ağlına nə girdi, eləyir. Amma bu məsələni, bu qərarı verən və yaxud da ki, bu qanunsuz tapşırığı verənləri də deyirəm ki, ola bilsin ki, siz kimlərdən, əvvəlki işləyənlərdən eşitmişsiniz? Bəli, 2009-cu ilə qədər əvvəlki təhsil qanununda, yəni 7 oktyabr 1992-ci ildə qəbul edilmiş təhsil qanununda, o vaxt yəni ümumi təhsil məktəbləri bölünürdü, deyək ki, ibtidai təhsil səviyyəsinə, əsas təhsil səviyyəsinə, bir də ümumi orta məktəblərə. Orta ixtisaslar belə bir qayda var idi ki, orta ixtisaslar, yəni kollec bitirənlər ümumi orta təhsil bazasında dərs deyə bilirdi.
Hətta bir çoxlarının diplomlarında da yazır ki, əsas təhsil bazası üzrə, yəni 8-ci sinifə qədər, o vaxtı belə sinədir və yaxud da 9-cu sinifə qədər. Amma yeni təhsil qanunu 2009-cu ildən qəbul edildikdən sonra əvvəlki təhsil qanunu elə prezidentin həmin 833 saylı sərəncamı ilə qüvvədən düşdü. 2009-cu il qanunu qüvvədədir. Eyni zamanda sizin kimi gözü görməyənlər və yaxud da ki, Azərbaycan qanunlarını heç sayanlar üçün Nazirlər Kabinetinin bir də 156 saylı qərarı var. Təkrar edirəm, həmin qərarda açıq şəkildə bildirilir ki, ümumi təhsil məktəblərində orta ixtisaslı və pedaqoji təhsilli şəxslər, ali təhsilli pedaqoji təhsilli şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Orada heç bir yerdə yazılmayıb ki, deyək ki, kollec bitirən tam orta təhsildə belə deyək, pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Azərbaycan dövlətinin təhsil büdcəsini gəmirirsiniz, dağıdırsınız, yeyirsiniz. Nə bilim, kimlərinizə nə əmlak alırsınız, öz işinizdir. Bir gün hər şey burnunuzdan gələcək, bu açıq məsələdir. Amma heç olmasa insanları bu qədər açıq şəkildə incitməyin də. Heç olmasa qanunları tapdaq altına atmayın da. Axı bu qanunun arxasında cənab prezidentin imzası var. Bu Nazirlər Kabineti, Azərbaycan hökumətinin imzası var. Siz bu cürəti hardan almışsınız ki, bu imzalar olan sərəncamları, qərarları tapdağınız altında alırsınız? Yəni bu mənə çox maraqlıdır. Siz kimin övladlarısınız, harda böyümüsünüz, hansı əqidə ilə böyümüsünüz və siz kimə bu qədər arxayınsınız ki, Azərbaycan qanunlarını heçə sayasınız? Zaten təhsillə bağlı qanunvericiliyə ciddi boşluqlar var. Yaxşı, olmayan qanunları, olmayan qaydaları istədiyiniz kimi idarə edirsiniz və utanmadan qayıdıb deyirsiniz ki, biz belə düşünürük. Yaxşı, düşünün, amma sizin düşünmə dərəcə o bucağınızı gətirib sıfıra endirən konkret qaydalar var, konkret sərəncamlar var. Heç olmasa bu sərəncamları və qaydaları tapdaq altına ala bilməzsiniz axı. Harada yazılıb ki, kollec bitirən ancaq 9 illik, belə deyək, ümumi orta təhsil səviyyəsinə dəstəyə bilər. 2009-cu ilə qədər ola bilərdi. Hələ görmürsünüz ki, 2009-cu ildən beri ölkədə yeni təhsil qanunu fəaliyyət göstərir. Hələ ümumi təhsil sahəsində pedaqoji sahəni idarə edirsiniz, ümumi təhsil idarə edirsiniz. Hələ bilmirsiniz ki, Nazirlər Kabinetinin 156 saylı qərarı var. Azərbaycan qanunları təhsildə nə vaxt yeriyəcək? Videonu paylaşmağı unutmayın və bilin, sizə kim nə tapşırıq verirsə yanlışdır və kollec bitirənlər hansı dövrdə bitirməsindən asılı olmayaraq, baxmayaraq ki, 2009-da əvvəl bitirib, artıq 2009-cu ildə yeni qanunla həmin statuslar yenilənib və subbakalavr dərəcəsi sayılır. Və siz ümumi təhsil məktəblərində istər kollec bitirdiyiniz halda, subbakalavr dərəcəsi olduğunuz halda təhsilin hər üç səviyyəsində, istər ibtidai, istər ümumi orta, istər tam orta təhsil səviyyəsində işləyə bilərsiniz. Heç bir məhdudiyyət yoxdur.